Hayratdır, başqa nə olmalıdır ki? M hərfi. Mən üçün M hərfi. M hərfi nədir? Qadın M, kişidə M yoxdur. Məsələn, qadınlar kişilərə nisbətən daha dözümlü olurlar, daha məsələn, problemlərin qarşısında daha stoyçu olurlar. Много дешевле. For me a question. Okay, please. Vagina da başqa bir şey yox. Nə vagina? Məntiq. A hərfi. Aybaşı. Elə fikirləşirsiniz? Kişilərdə zəriflik görmürsünüz. Düz heç görməmişəm amma eynisini qadınlarda da görməmişəm. Ya elə qeyri-cinsi suallar cavab verəm. Cem Yılmaz'ın bir tane sözü var. Deyir ki Allah kadın erkekdeki saç o siklet yağmuramayayım ya. Var Allah. Aşağıdakı. Var sende. Kişilərdə yoxdur, qadınlarda var. Nə bilim, familiyanın haqqında A hərfi. Qadınlar kişilərə nisbətən daha diqqətlidir, çekiş. Sanata da sumka değil. G hərfi. Daha böyük məmət. Qadınlar kişilərdən ağıllıdır, onu da belə çıxır. Çox şey var, amma onu saymaq bu ədəbdə kənarda. Nə olur, nələr söyləmir? Kadında ne var biliyor? Kadınlar hamile kalıyor, erkekler kalmıyor. Bir dənə qız tutub bu şəhərdə dütülüdüt amma mənə versən, yəqin ki olacağam. Feraset bilmirəm. Bəlkə Fərasət sonra. şundan bir şey olmaz. Mümkün kəsin. Qadınlarda есть хитрость очень такая, коварная хитрость. Məncə xəsiyyəti ayrı-ayrı kişilə. Sadiq. Sizcə? Mərhəmət, sədaqət. Kadınlarda zəriflik var kişilerde.